Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizə yeni Time Test Bankından olan inteqrasiya mövzusunun test izahını təqdim etmiş olacağam. İzaha keçid almadan öncə nəzərinizə çatdırım ki, bizim aprel qruplarımıza qeydiyyat davam edir. Qeydiyyatdan keçib dərslərimizə qoşulmaq istəyən müəllimlərimiz aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli müəllimlər, inteqrasiya nədir? İnteqrasiya əlaqələndirmə deməkdir. İnteqrasiyanın 3 növü var. Fənlər arası, fən daxili və fən üstü inteqrasiya. Fənlər arası inteqrasiya nədir? 2 və daha artıq müxtəlif fənləri bir-biri ilə əlaqələndiririksə, bu zaman biz fənlər arası inteqrasiyadan istifadə etmiş oluruq. Məsələn, deyək ki, tarixi ədəbiyyatla əlaqələndiririk, musiqini təsvirincə sənətlə, informatikanı riyaziyyatla, biologiyanı coğrafiya ilə, fizikanı kimya ilə əlaqələndiririksə, bu zaman biz fənlər arası inteqrasiyadan istifadə etmiş oluruq. Fəndaxili inteqrasiya isə 2 yerə bölünür, yəni 2 hissədən ibarətdir. Şaquli və üfüqi inteqrasiya. Şaquli inteqrasiya nədir? Eyni fən daxilində sinifləri əlaqələndirirəmsə, bu zaman mən fən daxili şaquli inteqrasiyadan istifadə etmiş oluram. Əgər mən eyni fən daxilində məzmun xəttləri arasında əlaqə yaradıramsa, bu zaman olacaq fən daxili üfüqi inteqrasiya. Məsələn, mən 7-ci sinifdə Azərbaycan dili fənninin bir mövzusunu 6-cı sinifdə keçdiyim Azərbaycan dilindən bir mövzu ilə əlaqələndirirəm. Fikir verirsiniz, eyni fən daxilində siniflər arasında əlaqə yaratdım. 7-ci sinif mövzusu ilə 6-cı sinif mövzusunu əlaqələndirdim. Bu zaman fən daxili şaquli inteqrasiyadır bu. Ancaq mən eyni fən daxilində məzmun xəttlərini əlaqələndirəcəmsə, bu olacaq fən daxili üfüqi inteqrasiya. Məsələn, verilən tapşırıqda mətnin məzmununu, daha doğrusu ideyasının tapılmasını müəyyənləşdirməyi və eyni zamanda mətndə olan əsas nüqsələrini müəyyənləşdirməyi tapşırılır. Baxın, bu situasiyada mətni oxuyub ideyanı tapmaq, oxuyub anlama bacarığıdır. Azərbaycan dilinin birinci məzmun xəttidir. Nitq hissələrini müəyyənləşdirmək isə, nitq hissələri isə dil qaydaları 4-cü məzmun xəttidir. Burada mən məzmun xəttləri arasında əlaqə yaratdığım üçün, məzmun xəttləri arasında bu olacaq fən daxili üfüqi inteqrasiya. Bəs fənlər üstü inteqrasiya nədir? Fənlər üstü inteqrasiya həyatla əlaqələndirmədir. Həyatda tətbiqi və həyatda reallaşdırmaqdır. Deməli müəllimlər, biz baxırıq deməli birinci suala. Biologiya fənnindən birinci sualda qeyd olunur ki, müəllim şagirdlərə müxtəlif iqlim qurşaqlarında yayılmış bitki növləri haqqında məlumat verir və dünya xəritəsi üzərində ekvatorial, mülayim və qütb iqlim zonaları göstərir. Daha sonra şagirdlərdən bu iqlim qurşaqlarında bitki örtüünün niyə fərqli olduğunu izah etməyi və iqlim amillərinin canlıların yayılmasına təsiri barədə nəticə çıxarmağı tapşırır. Fikir verirsiniz, burada iqlim qurşaqları coğrafiyadadır. Müxtəlif, belə deyim, bitki örtüyü biologiyadadır. Canlılar, baxın canlılar deyəndə bu da biologiyadır. Mən coğrafiya ilə biologiyanı əlaqələndirirəm. Deməli, mən hansı inteqrasiyadan istifadə etmişəm? Fənlər arası inteqrasiyadan istifadə olunub. Yəni, verilən situasiyada fənlər arası inteqrasiyadan istifadə olunub. Coğrafiya ilə biologiyanı əlaqələndiribdir. 2-də qeyd olunur ki, müəllim tapşırır ki, məktəbin həyətində və ya evlərinin ətrafında rast gəlinən, məktəbin həyəti və evin ətrafı deyəndə fənlər üstü inteqrasiyaya qaçmırsınız. Çünki burada tətbiq deyil, hələ tapşırır müəllim, baxın tapşırır. Ətrafında rast gəlinən 2 fərqli bitki növünü seçsinlər. Onlar bu bitkilərin böyüdüyü mühit şəraitini müşahidə etsin, bitkilərin yarpaq quruluşu və xarici görünüşündəki fərqləri qeyd etsin və bu fərqlərin mühitlə necə əlaqəli ola biləcəklərini izah etsin. Deməli, burada nə görürük müəllimlər? Burada fənlər üstü inteqrasiya yoxdur. Çünki müəllim hələ tapşırır. Bunlar bunu tətbiq etməyibdir. Yəni, şagirdlər bunu hələ tətbiq etməyib. Deməli, fənlər üstü harda varsa çıxırıq. Fənlər arası görürükmü? Xeyr, burada ancaq bitkidən danışılır. Yarpaq quruluşu, bu eyni fən daxildə biologiyadan danışılır. Deməli, fənlər arası da çıxır. Burada eyni fən daxilində əlaqələndirmə var.
Burada biologiya müəllimləri daha yaxşı bilər. Burada məzmun xətləri əlaqələndirilibdir. Yəqin ki, biologiya müəllimləri də bunu gördü. Artıq bildi ki, məzmun xətlərindən söhbət gedir burada. Çünki burada sinif yoxdur. Eyni sinif daxilində məzmun xətləri əlaqələnibdir. Ona görə də biz bunu şaqili yox, üfüqi götürəcəyik. Cavab olacaq D variantı. 3-ə baxırıq. Şagirdlərdən müxtəlif canlılarda fərqli təbii zonalarda tənəffüsün necə baş verdiyini müqayisə etmələri tələb olunur. Burada fərqli təbii zonalar deyirsə, bu olacaq coğrafiya. Deməli, canlılarda tənəffüsün necə baş verdiyi deyirsə, biologiya da var burada. Onlar bu canlıların yaşadığı mühit xüsusiyyətlərini nəzərə alaraq tənəffüs orqanlarındakı fərqlərin hansı funksional üstünlüklər yaratdığını müəyyənləşdirməli və bu uyğunlaşmaların canlıların yaşamasına necə təsir etdiyini əsaslandırmalıdırlar. Fikir verirsiniz, canlılardan söhbət gedir və burada fərqli təbii zonalardan da söhbət gedir. Deməli, coğrafiya ilə biologiyanı əlaqələndiririk. Burada fənlər arası inteqrasiya var. Bəs fənlər üstü varmı? Xeyr, fənlər üstü olan variantı çıxırıq. Burada həm də fən daxili inteqrasiyadan istifadə olunubdur. Eyni fənin daxilində məzmun xətləri əlaqələnibdir. Ona görə 3-də olacaq cavab A variantı. 4-ə baxırıq. 4-də qeyd olunur ki, son günlər məktəbin bir neçə şagirdə dərsdə tez yorulduqlarını, idman dərsində nəfəs darlığı yaşadıqlarını və diqqəti dərslərə cəlb etməkdə çətinlik çəkdiklərini deyirlər. Şagirdlər bu məsələni həll etmək üçün sağlam həyat tərzi və fiziki aktivliklə bağlı araşdırma aparır, riskli halları müəyyən edir və sağlam həyat tərzi ilə bağlı rejim hazırlayır. Artıq fikir verirsiniz, burada bir tətbiq var və bu həyati bir tətbiqdir. Yəni, həyatı situasiyadır. Reallaşdırmaq, həyatda tətbiq var. Deməli, bu olacaq fənlər üstü inteqrasiya və burada da eyni fən daxilindən söhbət gedir. Ona görə də burada rejim hazırlamaq nədir? Fənlər üstü, yəni həyatda tətbiqi var, bu olacaq fənlər üstü, yalnız fənlər üstü. 4-də olacaq deməli B variantı. Gəldik fizika fənninə. Şagirdlərdən laboratoriya işi zamanı elektrik cəryanın metal, maye və qaz mühitlərində necə yarandığını müşahidə etmələri, buna əsaslanaraq cərəyanın hansı mühitdə daha asan, hansı şəraitdə isə daha çətin keçdiyini ümumiləşdirib nəticə çıxarmaları tələb olunur. Deməli, müəllimlər, burada həyatda tətbiqlə bağlı bir şey görmürük. Yəni, fənlər üstü inteqrasiya yoxdur burada. Fən üstü çıxır, deməli, fən üstünü harada varsa çıxırsınız. Sonra fənlər arası görürükmü burada? Burada fənlər arası da görmürük. Niyə? Çünki burada sadəcə fizika fənnindən söhbət gedir. Burada ancaq verilənlər fizika fənninə aiddir. Yəni, eyni fən daxilindən söhbət gedir. Maye, metal, qaz mühitlərinin necə yarandığını müşahidə etmək, cərəyanın keçiricilik dərəcəsini müəyyən etmək, hansı şəraitdə çətin, hansı şəraitdə asan keçiriciliyini ümumiləşdirib nəticə çıxaracaqlar. Bunların hər biri fizikaya aiddir. Ona görə fənlər arası da yoxdur burada, fənlər arası çıxır. Baxırıq burada. Eyni fən daxilində sadəcə məzmun xətləri əlaqələndiyi üçün, yəni sinifdən söhbət getmir. Hər hansı bir sinifdən söhbət getmir. Fizika müəllimləri də özü görür ki, yəni başa düşdü ki, burada daha yaxşı bilərlər fizika müəllimləri, çünki hər kəsin öz fənninə aid düşəcək. Burada da fizika müəllimləri öz məzmun xətlərini bilir. Ona görə də burada görür ki, məzmun xətləri əlaqələnib. Ona görə burada şaquli yox, üfüqi götürəcəyik. Cavab olacaq D variantı. Şaquli siniflər arasındadır, ancaq burada sinifdən söhbət getmir. Məzmun xətləri arasında söhbət gedir. Ona görə də cavab olacaq fən daxili üfüqi inteqrasiya. 2-də qeyd olunur ki, məsafə və zaman göstəricilərinə əsaslanaraq sürəti hesablayın. Hesablayın, riyaziyyat görürük və nəticəyə görə cismin hərəkətinin xarakterini müəyyənləşdirin. Cismin hərəkətinin xarakteri, ümumiyyətlə cismlə bağlı fizika fənnidir bu da. Burada görürük biz, deməli, fənlər arası inteqrasiya görürük. B variantı bizim cavabımızdır. Məsələn, burada fənlər üstü görmürük, həyatda tətbiqi görmürük. Ona görə fənlər üstü harada varsa çıxacaqsınız. Fən daxili üfüqi inteqrasiya, şaquli inteqrasiya da yoxdur. Niyə? Çünki əgər üfüqi və şaquli inteqrasiya yoxdursa fən daxilində, siz bunu fən daxili inteqrasiya götürməyəcəksiniz. Ya orada gərək məzmun xətləri əlaqələnə, ya da sinif əlaqələnir ki, siz fən daxili götürəsiniz. Burada eyni məzmun xəttindən söhbət gedir.
Burada eyni sinifdən söhbət gedir və burada sadəcə fənlər arasında əlaqə yaradılıb. Yəni riyaziyyatla fizika arasında. Ona görə cavabımız 2-də olacaq B variantı. Üçüncü tapşırığa baxırıq. Verilmiş nüvə bölünməsi və sintez reaksiyası zamanı ayrılan enerjini hesablayın. Yenə burada riyaziyyat görürük. Daha sonra riyaziyyatı görürük. Reaksiyada kütlə defektinin necə yarandığını izah edin. Həmçinin başlanğıc və son məhlullar maddələrin çevrilməsi baxımından müqayisə edərək bu çevrilmənin enerji ayrılması ilə əlaqələndirin. Burada fikir verirsinizmi? Burada reaksiyalar kimyada, kimyanın da əlaməti var burada. Maddələrin çevrilməsidir və yaxud da reaksiyalarda ən çox harda olur? Kimyada olur. Burada riyaziyyatda, kimyada, fizikada əlaqələnibdir, eyni fən daxilində. Ona görə biz daha doğrusu riyaziyyatdır, kimyadır və fizikadır. Bunların ikisi də, üçü də əlaqələnibdir. Deməli, mən hansı inteqrasiyadan istifadə etdim burada? Fənlər arası inteqrasiyadan istifadə etmiş oldum. 3-də olacaq B variantı. 4-də baxırıq. Məktəbdə bəzi yerlərdə su kranlarının tam bağlanmaması və sızma nəticəsində gündəlik olaraq böyük miqdarda su itkisinin baş verdiyi müşahidə olunur. Bu həm su israfına, həm də əlavə xərclərə səbəb olur. Problemin aradan qalxması üçün araşdırma aparılması və texnoloji həll yolu hazırlanması lazımdır. Fikir verirsiniz, bu həyati bir prosesdir. Həyatda tətbiq olunacaq və eyni zamanda həyatla bağlı olan bir situasiyadır. Deməli, burada yalnız fənüstü inteqrasiyadan istifadə olunmuşdur. Cavab olacaq C variantı. Çünki həyatla bağlı bir situasiyada, həyatda tətbiq olunacaq. Həyati bir problem var burada. İnformatika fənninə baxırıq. Şagirdlər regiona aid coğrafi məlumatları QIS proqramında xəritə üzərində yerləşdirir və məlumat qatlarını təhlil edirlər. Nəticələri verilən emalı və vizuallaşdırma baxımından qısa şəkildə izah edirlər. Fikir verirsinizmi? Coğrafi məlumatlarda xəritə üzərində işləməkdir, xəritə üzərində yerləşdirməkdir. Coğrafiya ilə informatika QIS proqramında yerləşdirməkdir. Fikir verirsinizmi? Burada informatika ilə coğrafiyanı əlaqələndiriblər. Deməli, fənlər arası inteqrasiyadan istifadə olunub. 2-yə baxırıq. Şagirdlər məktəbdə bir ay ərzində keçirilən tədbirlərin adlarını və tarixlərini siyahı şəklində qeyd edirlər. Bu siyahını qruplaşdıraraq sistemli informasiya halına salır. Daha sonra həmin informasiyadan istifadə etməklə müəyyən tarixdə keçirilən tədbiri tap əməliyyatını izah edən sadə algoritm, deməli algoritm tərtib edirlər. Fikir versinizmi? Bu ancaq informatika fənninə aid olan bir prosesdir. İnformatika fənnində yəni bu emal etməkdir, proqram halına salmaqdır. Yəni kompüterdə olan bir prosesdir. Yəni eyni fən daxilində baş verir. Ona görə də deyirik, fən daxili inteqrasiyadır. Fənlər arasını çıxırıq, fən üstünü çıxırıq. Və burada da sinifdən söhbət getmir. Eyni sinif daxilində baş verir. Ona görə də biz bunu və məzmun xətləri sadəcə burada ayrıdır. Ona görə biz bunu E variantı götürürük. Fən daxili üfüqi inteqrasiya. Yəni siniflərdən söhbət getmir. Sinifləri əlaqələndirməyib ki, şaquli inteqrasiyaya götürək. Burada sadəcə məzmun xətləri əlaqələnibdir. İndi bunu da informatika müəllimləri daha yaxşı bilir. Sonra 3-ə baxırıq. 3-də qeyd olunur ki, şagird əvvəlcə dəyişənlərdən və şərt deyimlərindən istifadə, deməli, şagird əvvəlcə dəyişənlərdən və şərt deyimlərindən istifadə edərək sadə parol yoxlama algoritmi qurur. Daha sonra proqramdan sətr tipli verilənlər və məntiqi ifadələrdən istifadə etməklə parolun uzunluğunu, böyük və kiçik hərflərin, rəqəmlərin və xüsusi simvolların mövcudluğunu yoxlayan daha təhkimli proqram hazırlayır. Fikir verirsiniz, burada eyni zamanda, belə deyim, yalnız informatika fənnindən söhbət gedir burada və eyni zamanda biz burada fənlər üstü görürükmü? Yəni həyatla əlaqəli bir şey görürükmü? Həyatda tətbiq etməyə, həyatı bir situasiya görürükmü? Xeyr. Deməli, fənlər üstü harda var çıxırsanız işinizi asanlaşdırmaq üçün. Burada başqa bir fənlə əlaqələnibmi? Xeyr. Sadəcə informatika fənnindən söhbət gedir. Ona görə fənlər arası da çıxır. Eyni fən daxilində baş verir. Bəs burada biz deməli məzmun xətlərini mi görürük, yoxsa siniflər arasında mı görürük? Fikir versinizmi? Birinci gəlir sadə parol yoxlaması.
sadə parol yoxlaması algoritmini qururlar. Daha sonra proqramda sətr tipli verilənlər və məntiqi ifadələrdən istifadə etməklə parolun uzunluğu, böyük və kiçik hərflərin, rəqəmlərin və xüsusi simvolların mövcudluğunu yoxlayan daha təhkimli, baxın daha təhkimli, yəni mürəkkəb bir proses hazırlayırlar. Fikir verirsiniz müəllimlər, əgər sadədən, baxın qeyd edin özünüz üçün, sadədən mürəkkəbə doğru gedirsə situasiyada proseslər, yəni bunlar sizə açıq şəkildə, imtahanda açıq şəkildə verilməyəcək ki, məsələn 6-cı sinifdə bu prosesi icra edir, 7-ci sinifdə də filan prosesi icra edir. Bunu belə sinifləri açıqca deməyəcəkdir, verilməyəcək situasiyada. Bunu özünüz tapmalısınız. Bunu da necə tapırsınız? Əgər situasiyada verilən proseslər sadədən mürəkkəbə doğru gedirsə, deməli burada sinif dəyişikliyi baş verir. Məsələn, deyək ki, tutaq ki, sadə parol yoxlaması algoritmini 5-ci sinifdə qurursa, artıq xüsusi təhkimli proqramı necə hazırlayır? Artıq yuxarı sinifdə. Deyək ki, 7-ci sinifdə, 8-ci sinifdə və yaxud da 9-cu sinifdə, düzdürmü? Daha böyük yoxlama proqramı hazırlayır, daha təhkimli, daha belə deyək, təkmilləşmiş. Fikir verirsiniz, birinci sadə parol yoxlamasını deyir. Daha sonra xüsusi hərflərdən, böyük, kiçik hərflərin, rəqəmlərin, xüsusi simvolların mövcudluğunu yoxlayan daha təhkimli bir proqram deyir. Deməli, sadədən mürəkkəbə doğru getdi, siniflər dəyişdi. Sadədən mürəkkəbə doğru gedəndə siniflər dəyişir. Ona görə də biz buna şaquli inteqrasiya deyəcəyik. Siniflər arasında əlaqə yarandığı üçün E variantı bizim cavabımızdır. Daha sonra 4-ə baxırıq. 4-də qeyd olunur ki, şagirdlərə köhnəlmiş elektron cihazların düzgün məhv edilməsinin əhəmiyyəti haqqında məqalə təqdim olunur və mövzu üzrə araşdırma işi aparmaları tapşırılır. Daha sonra onlar istifadə olunmayan telefon, planşet və kompüter kimi elektron tullantıların təhlükəsiz və düzgün zərərsizləşdirilməsi ilə bağlı layihə hazırlayırlar. Fikir verirsiniz müəllimlər, layihə hazırlamağı harda görürsünüzsə, fənüstü götürməyəcəksiniz. Çünki əvvəlki proqramda, yəni əvvəlki illərdə necə idi? Layihəni harda görürdüksə, biz nə götürürdük? Fənüstü inteqrasiya götürürdük. Ancaq indi elə deyil. İndi baxacaqsınız, əgər o layihəni hazırlamaq üçün lazım olan informasiyaları həyatda tətbiq edəcəksə və yaxud da həyatda reallaşdıracaqsa, həyatı bir situasiya ilə əlaqələndirib o layihəni hazırlayacaqsa, onda fənlər üstü götürəcəksiniz. Məsələn, baxın, burada görürsünüz nə deyir? Burada deyir ki, planşetdir, telefondur, kompüter kimi elektron tullantıların təhlükəsiz və düzgün zərərsizləşdirilməsi. Planşet, telefon, kompüter həyatda bir olan bir situasiyadır, düzdürmü? Yəni bizə burada həyati situasiya verilibdir. Layihəni hazırlamaq üçün həyati tətbiqlər edəcək, həyatda olanlardan istifadə edəcək. Ona görə biz bunu fənlər üstü götürəcəyik. Yox, əgər desəydi ki, diqqətli olaq müəllimlər, əgər desəydi ki, məsələn, deyək hər hansısa bir internetdən araşdıracaq, hər hansısa bir informasiyanı toplayacaq, kitabdanmı deyək, vəsaitdənmi deyək, telefondan bir məlumat toplayacaq, layihə hazırlayacaq, deyək ki, kompüterdə araşdırıb layihə hazırlayacaq, onda fənlər üstü götürməyəcəksiniz. Çünki burada bir həyati tətbiq yoxdur. Bu sadəcə gedir, araşdırır, informasiyanı gedir kompüterdən araşdırır və ya da kitaba baxır, layihəni hazırlayır. Burada bir həyati tətbiq yoxdur. Həyati tətbiq yoxdursa, siz onu fənlər üstü götürməyəcəksiniz. Yox, əgər layihə hazırlayanda həyati bir tətbiq varsa, onda siz fənlər üstü götürmüş olacaqsınız. Burada da deyir ki, daha sonra onlar istifadə olmayan telefon, planşet, kompüter kimi elektron tullantıların təhlükəsiz və düzgün zərərsizləşdirilməsi ilə bağlı layihə hazırlayırlar. Və eyni zamanda köhnəlmiş elektron cihazların düzgün məhv edilməsinin əhəmiyyəti haqqında məqalə təqdim olunur, mövzu üzrə araşdırmalar aparılır. Fikir verirsiniz, telefondur, planşetdir, kompüterdir. Bunların hər biri real həyatda tətbiqdir. Deməli, müəllimlər, 4-də də cavabımız olacaq fənlər üstü inteqrasiya. Növbəti riyaziyyat fənni gəlir.
Müəllim şagirdlərə bərabər sürətlə hərəkət edən cismin müəyyən zaman intervalında qət etdiyi məsafəni göstərən cədvəl təqdim edir və onlardan bu məlumatlara əsaslanaraq sürəti hesablamağı, məsafə zaman qrafiki qurmağı, qrafika əsasən cismin hərəkət xarakterini izah etməyə tapşırır. Cismin hərəkət xarakterli fikir verirsiniz. Bərabər sürətlə hərəkət edən cismin müəyyən zaman intervalı fizika ilə əlaqəli görürük biz bunu. Məsafə zaman qrafiki qurmağı, burada fənlər arasında əlaqə görürük. Riyaziyyatla fizika əlaqələnibdir. Ona görə də biz bunu fənlər arası inteqrasiya götürmüş oluruq. C variantı bizim cavabımızdır. Sonra 2-yə baxırıq. 2-də qeyd olunur ki, müəllim şagirdlərə 2 metr uzunluğunda olan taxta parçasının hər biri 25 sm olan bərabər hissələrə bölünəcəyini bildirir. Şagirdlərdən əvvəlcə taxtanın uzunluğunu santimetrə çevirməyi, daha sonra neçə hissəyə bölünəcəyini hesablamağı tapşırır. Fikir versiniz müəllimlər. Burada nə var? Burada fənlər üstü varmı? Xeyr. Fənlər üstü həyatda bir tətbiqi yoxdur. Ona görə də biz bunu fən üstü götürmürük. Fən üstü harda varsa çıxırıq. Fənlər arası varmı? Xeyr. Burada sadəcə hesablamaqdır, santimetri metrə çevirməkdir. Baxın, santimetrə çevirməyə, daha doğrusu taxtanın uzunluğunu santimetrə çevirməkdir. Bu da yenə riyaziyyatla bağlı olan bir situasiyadır. Ölçməkdir, hesablamaqdır, riyaziyyatla bağlı olan bir situasiyadır. Ona görə eyni fən daxilində baş verdiyinə görə fənlər arası da yoxdur. Fən daxilində baş verir. Və eyni zamanda burada biz eyni sinifdə baş verir, yəni eyni sinif daxilində baş verir. Məsələn, deyək ki, 5-ci sinifdə, 6-cı sinifdə və yaxud da 8-ci sinif bir situasiyası da ola bilər. Yəni burada siniflər arasında əlaqələndirmə yoxdur, eyni sinif daxilində baş verir. Ancaq məzmun xəttləri fərqlidir. Məzmun xəttləri fərqli olduğuna görə də biz bunu fən daxili şaquli inteqrasiya götürmüş oluruq. Cavab 2-də olacaq D variantı. Sonra 3-ə baxırıq. 3-də qeyd olunur ki, müəllim şagirdlərə dəyişənli ifadələr və bu ifadələrin ədədi qiymətlərinin tapılması ilə bağlı biliklərə əsaslanaraq, müəllimlər diqqətli olaq, əsaslanaraq deyir. Yəni bu mövzunu, yəni dəyişənli ifadənin və yaxud da ədədi qiymətin tapılmasını, dəyişənli ifadənin və bu ifadənin ədədi qiymətinin tapılması mövzusunu aşağı siniflərdə keçib. Yəni bunu nə vaxtsa keçib. Deyək ki, 6-cı sinifdə keçib. Əsaslanaraq dəyişənlər arasında asılılığı ifadə edən sadə xətti model qurmağı və həmin modeldən istifadə edərək verilmiş situasiyaya uyğun nəticə çıxarmağı tapşırır. Artıq fikir versiniz, sadədən mürəkkəbə doğru getdi. Bu da sadədən mürəkkəbə doğru gedən bir prosesdir. Düzdür? Deməli, burada nə var? Burada siniflər arasında əlaqələndirmə var. Düzdürmü? Riyaziyyatda siniflər arasında əlaqədən istifadə olunubdur. Bu da olacaq fən daxili şaquli inteqrasiya. Fən daxili şaquli inteqrasiya olmuş olacaq. Cavab olacaq D variantı. Həyatda tətbiq görürükmü? Həyatda bir situasiya verilibmi? Xeyr, fənlər üstü ona görə çıxacaq. Hər hansısa bir digər fənlə əlaqələndirmişəmmi? Xeyr, sadəcə riyaziyyatdan söhbət gedir. Fən üstü həyatla əlaqəli yoxdur. Cavab olacaq D variantı. 4-də qeyd olunur ki, şagird dərslərində geriləmə müşahidə edir. Bunun səbəblərini araşdırdıqda gündəlik telefondan düzənsiz istifadə etdiyini müəyyənləşdirir. Və burada deməli istifadə etdiyini müəyyənləşdirir. O bu problemi həll etmək üçün gündəlik plan qurur. Baxın müəllimlər, plan qurmaq, gündəlik plan qurmaq, rejim hazırlamaq, bunlar nə ilə bağlıdır? Gündəlik həyatla bağlıdır da, düzdür? Həyati bir situasiyadır. Bizə artıq həyati bir situasiya verilibdir və həyati bir plan qurur deyəndə həyatda tətbiq edir bunu, reallaşdırır. Ona görə burada fənlər üstü inteqrasiya var. Sonra deyir ki, gün ərzində dərsə və istirahətə ayırdığı vaxt, həmçinin ekran qarşısında keçirdiyi vaxt qeyd edir. Ekran qarşısında keçirdiyi vaxtı qeyd edir. Bu məlumatları həftəlik analiz edərək orta vaxtı hesablayır. Düzgün istifadə qrafiki hazırlayır. Fikir versinizmi? Artıq həyatda tətbiq edir bunu. Həyati bir situasiyadır ki, bu gündəlik telefondan düzənsiz istifadə edir. Bunun üçün gündəlik plan hazırlayır. Rejim hazırlamaq, plan hazırlamaq bu nədir? Fənlər üstü inteqrasiyadır. Deməli, 4-də olacaq cavabımız C variantı.
Sonra keçdik tarix fənninə. Tarix dərsində müəllim İpək yolunun əhəmiyyətini keçərkən şagirdlərə tacir rolunda çıxış etməyi tapşırır. Və burada onlar deməli marşrutu xəritədə planlaşdırır. Tacir rolunda çıxış etməyi tapşırır. Onlar marşrutu xəritədə planlaşdırır. Səfər zamanı qarşılaşa biləcəkləri çətinlikləri yazılı şəkildə izah edir və bu yolun şəhərin inkişafına təsirini müzakirə edirlər. Xəritədə planlaşdırmaq görürsüz burada. Bu nədir? Coğrafiya. Düzdür? Burada coğrafiya ilə bağlı bir situasiya var. Xəritədə planlaşdırır və tarix dərsində baş verir bu. Burada müəllim hansı inteqrasiyadan istifadə edib? Tarixlə coğrafiyanı əlaqələndirib. Fikir versiniz müəllimlər. Xəritə hardadır? Xəritədə planlaşdırır. Deməli, yazılı şəkildə izah edir və bu yolun şəhərin inkişafına, şəhərlərin inkişafına, xəritədə planlaşdırmaq və bu tarix dərsində baş verir. Ona görə də fənlərarası inteqrasiyadan müəllim istifadə etmiş olur. 2-yə baxırıq. Şagirdlərə qədim Misrə aid xəritə və qısa mətn təqdim olunur. Və deməli qısa mətn təqdim olunur. Onlar xəritəyə əsaslanaraq qədim Misrin yerləşdiyi ərazini və Nil çayının bu ərazidə dövlətin formalaşmasına necə təsir etdiyini izah edirlər. Eyni zamanda verilmiş mətndən istifadə edərək qədim Misirdə mərkəzləşdirilmiş hakimiyyətin yaranmasının səbəblərini müəyyənləşdirmiş olurlar. Fikir verirsiniz müəllimlər. Burada yenə xəritədə müəyyənləşdirir, xəritə ilə bir iş görür, xəritədə bir proses var burada və bu da tarix dərsində baş verir. Deməli, nə ilə əlaqələndirib müəllim? Coğrafiya ilə tarixi əlaqələndirib, düzdür? Burada mənim fənlərarası inteqrasiyam var. Eyni zamanda biz tarix dərsində, tarix fənninin daxilində məzmun xəttlərinin də əlaqələndirilməsini görürük və bunu tarix müəllimləri daha yaxşı bilir ki, zaman və məkandır, sonra hakimiyyətdir. Baxın, zaman və məkan. Burada məkan qədim Misrə aid xəritədə qısa mətn təqdim olunur. Onlar xəritəyə əsaslanaraq qədim Misrin yerləşdiyi ərazini məkandır. Qədim Misirdə mərkəzləşdirilmiş hakimiyyəti haqqında da danışacaqlar hələ bir. Bunu tarix müəllimləri daha yaxşı bilir. Burada da məzmun xəttləri əlaqələnib. Deməli, fən daxili üfüqi inteqrasiya və bir də fənlər arası, yəni burada mən coğrafiya ilə tarixi əlaqələndirmişəm, fənlər arasından da istifadə etmiş olmuşam. 2-də olacaq C variantı. 3-ə baxırıq. 3-də qeyd olunur ki, şagirdlərə Azərbaycan tarixində mühüm rol oynamış biri erkən dövrə, digəri isə 19-cu əsrin birinci yarısına aid olan 2 tarixi şəxsiyyət seçib, onların fəaliyyətindəki məqsədləri və həmin dövrün şərtlərini nəzərə alaraq onların daxili siyasətlə bağlı qərarlarını əsaslandırmağı tapşırırlar. Fikir verirsiniz müəllimlər, biri erkən dövr aşağı siniflərdədir də, deyək ki 5-ci, 6-cı sinifdə. Digəri isə 19-cu əsr. Fikir verirsiniz, bu da olacaq 10-cu, 11-ci sinif, düzdür? Bunu tarix müəllimləri daha yaxşı bilir. Bu da sinifləri əlaqələndirirəmsə, burada nə var? Burada fən daxili şaquli inteqrasiya var. Deməli, fən daxili şaquli inteqrasiya var və başqa, yəni fənlər üstü varmı? Yoxdur. Fənlər arası varmı? Yoxdur. Sadəcə tarix fənnindən söhbət gedir. Yalnız fən daxili üfüqi inteqrasiya, xeyr. Burada şaquli inteqrasiya da var. Şaquli inteqrasiyanın adı olmalıdır. Fən üstü yoxdur. Deməli, mən burada sinifləri əlaqələndirmişəm. Ona görə də burada nə var? Fən daxili inteqrasiyadan istifadə etmiş olmuşam. Sonra 4-də qeyd olunur ki, yaşadığınız şəhərdə bir qədim qala və onun ətrafındakı tarixi ərazi turizm inkişafı məqsədi ilə bərpa olunacaq. Şagird həm ərazinin tarixi önəmini, həm də mədəni irsini qoruyan yollarını, həm də davamlı turizmi əks etdirən plan hazırlayır. Real həyatla bağlı olan bir plan hazırlayacaq və eyni zamanda şagird yaşadığınız şəhərdə bir qədim qala ətrafında deməli tarixi, turizmi inkişaf etdirən məqsədi ilə bərpa olunacaq. Burada deməli şəhərdə real həyatı bir plandır. Ona görə bunu nəyə götürəcəyik? Bunu götürəcəyik fən üstü inteqrasiya.
Və burada turizm inkişaf məqsədi ilə bərpa olunacaq. Şəhərdə qədim bir qala, onun ətrafındakı tarixi ərazini və şagird həm ərazinin tarixi önəmini, həm də mədəni irsinin qorunma yollarını, həm də davamlı turizmi əks etdirən plan hazırlayacaq. Burada eyni zamanda biz nədən istifadə etmişik? Fən daxili inteqrasiyadan da istifadə olunubdur. Məzmun xəttləri arasında əlaqə var burada və eyni zamanda şəhər deyirsə, artıq bu yaşadığı şəhər, ərazi, bölgə, coğrafiya ilə də bağlıdır. Ona görə həm fənlər arasından, həm fən daxildən, həm də fənlər üstü inteqrasiyadan istifadə etmiş olmuşam burada. Cavab C variantı. Daha sonra kimiyaya baxırıq. Deyir, şagirdlərə müəyyən maddənin qızdırılması zamanı baş verən hal dəyişməsi ilə bağlı məlumat verilir. Onlarda temperatur artdıqca maddənin hissəciklərinin hərəkətinin necə dəyişdiyini izah etmələrini və bu prosesdə maddənin daxili quruluşunda baş verən dəyişikliklərin təsvir etmələri və istilik miqdarının maddənin hal dəyişməsinin təsirini əsaslandırması tələb olunur. Fikir versiniz müəllimlər, burada maddənin qızdırılması zamanı baş verən hal dəyişməsi ilə bağlı məlumat verilir. Onlardan temperatur artdıqca maddənin hissəciklərinin hərəkətlərinin necə dəyişdiyini izah etmələrini və bu prosesin maddənin daxili quruluşunda baş verən dəyişikliklərini təsvir etmələrini və istilik miqdarı maddələrin hal dəyişməsinə burada kimya ilə fizika əlaqələndirilibdir. Ona görə burada fənlər arası inteqrasiyadan istifadə olunub. A variantı bizim cavabımızdır. Çünki fənlər arası inteqrasiya burada kimya ilə fizika əlaqələndiribdir. Kimya müəllimləri daha yaxşı bilir. İkinci test tapşırığına baxırıq. Şagirdlərə müəyyən qatılıqlı duz məhlulu verilir. Onlardan məhlulun qatılığını hesablamaq, daha sonra su əlavə edildikdə qatılığın necə dəyişəcəyini müəyyənləşdirmək və bu dəyişikliklərin məhlulun kimyəvi xassələrinə necə təsir etdiyini izah etmək tələb olunur. Fikir versiniz müəllimlər, burada nə var? Burada kimya fənni daxilində, yəni eyni fəndən söhbət gedir. Eyni fəndən söhbət getdiyi üçün burada deməli eyni fəndən söhbət gedir. Eyni fənnin daxilində məzmun xəttlərindən əlaqələnibdir. Məzmun xəttləri əlaqələndiyi üçün biz buna deyəcəyik fən daxili üfüqi inteqrasiya D variantı. Müəllimlər, burada fən üstü varmı? Yəni həyatla əlaqəli varmı? Xeyr. Burada fənlər arası varmı? Yəni riyaziyyatla mı deyək, fizika ilə mı deyək? Xeyr, eyni fən daxilində baş verir. Ona görə fənlər arası da deyə bilmərik. Fən üstü də gedir. Fənlər arası da gedir. Cavab olacaq D variantı. Sonra 3-ə baxırıq. Verilmiş maddənin formuluna əsasən onun hansı maddə sinifinə aid olduğunu müəyyən edin. Bu maddənin kimyəvi reaksiyalardan necə davrandığını, deməli reaksiyalardan necə davrandığı izah edin və sonda həmin reaksiyaların hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandırın. Deməli burada da eyni fəndən söhbət gedir. Eyni fən daxilində prosesdir. Fənlər üstü varmı? Xeyr. Fənlər arası varmı? Xeyr. Baxın, fənlər üstü, fənlər arası çıxır və burada yenə də fənlər arası yoxdur. Qalır fən daxili inteqrasiya və burada siniflər arasında əlaqə var. Baxın müəllimlər, burada siniflər arasında əlaqə var. Verilmiş maddənin formuluna əsasən onun hansı maddə sinifinə aid olduğunu müəyyən edin. Bu maddənin kimyəvi reaksiyaların necə davrandığını izah edin və sonda həmin reaksiyaların hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandırın. Eyni fən daxilində sinifləri əlaqələndirir. Ona görə də fən daxili şaquli inteqrasiya hesab olunur. 4-ə baxırıq. Məktəb həyətinin bir hissəsində ağacların yarpaqlarında saralma müşahidə olunur. Şagird torpaq və su nümunələrini analiz edərək səbəbini araşdırır. Nəticələri dəyərləndirir və ağacların sağlam inkişafı üçün tədbirlər planı hazırlayır. Burada görürsünüz ki, bu ağaclardır. Ağacların yarpaqlarının saralması biologiya, təbiət fənnidir və bu da su nümunələrini analiz etməkdir. Bu kimyadır. Kimya ilə təbiət fənnini əlaqələndiribdir. Fənlər arası var. Və eyni zamanda həm də burada həm fənlər arası var, həm də məktəb həyətində ağacların yarpaqlarının saralma müşahidə olunması artıq bu həyati bir prosesdir. Yəni həyatda reallaşdırılmış bir situasiyadır. Həyati bir situasiya verilibdir bizə. Ona görə fənlər üstü inteqrasiya götürürük. Çünki həyatda müşahidə olunur bu. Ona görə həm fənlər üstü, həm də fənlər arası inteqrasiyanı götürmüş oluruq. Cavab olacaq E variantı. Coğrafiyaya baxırıq. Şagirdlərə qədim yaşayış məskənlərinin yerləşdiyi ərazilərin xəritəsi təqdim olunur.
Onlardan bu məskənlərin çay vadiləri, düzənliklər və ya dağətəyi sahələrdə yerləşməsinin səbəblərini araşdırmaları və coğrafi şəraitin həmin ərazilərdə erkən sivilizasiyaların formalaşmasına necə təsir etdiyini izah etmələri tələb olunur. Deməli müəllimlər, burada biz nə görürük? Burada qədim yaşayış məskənlərinin yerləşdiyi ərazilərin xəritəsi təqdim olur. Bu coğrafiyaya aid bir situasiyadır. Çay vadilərdə, düzənliklərdir, dağətəyi sahələrin yerləşməsidir. Coğrafi şəraitin həmin ərazidə erkən sivilizasiyanın formalaşmasına necə təsir etdiyini. Erkən sivilizasiya deyəndə bu artıq tarix fənnidir. Ona görə biz tarixlə coğrafiyanı əlaqələndirmişik. Burada hansı inteqrasiyadan istifadə olunub? Fənlər arası inteqrasiyadan istifadə olunub. İkinci testə baxırıq. İkinci testdə qeyd olunur ki, şagirdlərə Azərbaycanın fiziki xəritəsi təqdim olunur. Onlardan ölkənin dağlıq və düzənlik ərazilərinin müəyyənləşdirmələri və bu ərazilərdə əhalinin məskunlaşdırılması niyə fərqli olduğunu izah etmələrini tələb olunur. Burada da biz fənlər üstü inteqrasiya görmürük. Çünki həyatda tətbiq yoxdur, həyatla bağlı olan bir situasiya yoxdur. Ona görə fənlər üstü harda varsa çıxırıq. Fənlər arası görürükmü? Xeyr. Eyni fən daxilindən coğrafiyadan söhbət gedir. Ona görə də cavabımız fən daxili üfüqi inteqrasiyadır. Coğrafiya müəllimləri baxarkən burada məzmun xətləri arasında olan əlaqəni gördü. Ona görə də cavab olacaq fən daxili üfüqi inteqrasiya. Azərbaycan diliyə baxırıq. Deməli, birdə qeyd olunur ki, müəllim şagirdlərdən mətndəki söz birləşmələrini müəyyənləşdirməyi, həmin sözləri cümlədəki nitq hissələrinə görə təhlil etməyi və mətnin üslub xüsusiyyətlərini izah etməyi tapşırır. Və burada biz nəyi görürük? Burada görürük ki, Azərbaycan dili fənnindən söhbət gedir. Burada eyni fən daxilindən söhbət gedir. Yəni, digər fənlə əlaqələnməmişdir. Sadəcə Azərbaycan dili fənnindən söhbət gedir. Ona görə fənlər arası harda varsa cavabdan çıxırıq biz onu. Burada D variantı da çıxır, E variantı da çıxır. Həyatda tətbiq varmı? Xeyr. Burada sadəcə dərslə bağlı olan bir fikirdir. Yəni, dərs prosesinin dərs gedişatında olacaq. Fənlər üstə çıxır. Yəni, burada yalnız Azərbaycan dili fənnindən söhbət getdiyi üçün fən daxili inteqrasiya götürəcəyik. 2-yə baxırıq. 2-də qeyd olunur ki, müəllim şagirdlərdən mətndəki əsas fikri müəyyənləşdirməyi və həmin fikri əsaslandırmağı və bu mövzu ilə bağlı qısa yazılı nəticə formalaşdırmağı tapşırır. Burada nə görürük müəllimlər? Mətndəki əsas fikri müəyyənləşdirməyi. Bu dinləyib anlama və danışmadır. Dinləyib anlama və danışma məzmun xəttinə aiddir. Yazılı nəticə, bu da 3-cü məzmun xətti, yazı məzmun xəttinə aiddir. Ona görə mən məzmun xəttləri arasında əlaqə yaratmışam, eyni fən daxilində. Ona görə bu olacaq sadəcə fən daxili inteqrasiya. Fənlər üstü varmı? Xeyr, həyatda tətbiq görmürəm. Digər fənlə əlaqələndirmişəmmi? Xeyr, yalnız Azərbaycan dilindən söhbət gedir burada. Ona görə də digər variantlara çıxsaq, yerdə D variantı qalmış olur. Yəni, işimizi elə də asanlaşdıra bilərik müəllimlər. Sonra üçüncü fikrə baxırıq. Müəllim şagirdlərə Azərbaycan təbii bölgələri haqqındakı mətni oxumağı, işlənmiş terminlərin mənasını izah etməyi və mətnindəki məlumatlar əsasında bölgələrdən birini təsvir edən esse yazmağı tapşırır. Fikir verirsiniz, burada nə var? Burada həm Azərbaycan təbii bölgələri haqqında mətn. Azərbaycan təbii bölgələri deyəndə coğrafiya ilə əlaqələndirib müəllim. Azərbaycan dili coğrafiya ilə əlaqələndirib, fənlər arası var burada. Və mətni oxumağı, işlənmiş terminlərin mənasını izah etməyi, mətnindəki məlumatlar əsasında bölgələrin birini təsvir edən esse yazmağı, yazı var burada. Termin, dil qaydaları var burada. Yəni, məzmun xətləri arasında əlaqə var burada. Terminlər dil qaydalarıdır. Esse yazmaq yazı məzmun xəttinə aiddir. Yəni, məzmun xətləri arasında əlaqə var burada. Həm də coğrafiya ilə Azərbaycan dilini əlaqələndirib müəllim. Həm fənlər arası var, həm də fən daxili inteqrasiya var. Cavabım 3-də olacaq C variantı. 4-də baxırıq. 4-də qeyd olunur ki, şagirdlər məktəbdə plastik tullantıların artması ilə müşahidə edirlər. Və burada fikir versiniz müəllimlər, artıq mənanı tutmalısınız. Məktəbdə plastik tullantıların artmasını müşahidə edirsə, bu həyati bir situasiyadır, düzdür, həyati bir problemdir. Həyati bir problem olduğu üçün biz buna deyəcəyik ki, fən üstü inteqrasiya. Çünki həyatla bağlı bir situasiyadır bu. Onlar məsələyə hər kəsin diqqətini çəkməklə
deməli, problemi həll etmək istəyirlər. Bir problem var, həyati bir problemdir. Ona görə fənlər üstüdür. Dəyişiklik səndən başlayır devizi altında maarifləndirici çıxış mətni hazırlayırlar. Hazırlıq zamanı elmi faktlardan, insanların davranışlarını dəyişməyə təşviq edən təsirli ifadələrdən istifadə edirlər. Sonra bunu məktəb auditoriyasına təqdim edirlər. Sonra bunu auditoriyaya təqdim edirlər. Baxaq, burada nə var? Burada mən fənüstü inteqrasiya görürəm. Yəni real həyati bir problemdir. Həyati bir problem olduğu üçün həyatda tətbiq olunacaq, reallaşdıracaq. Bununla bağlı həyata keçiriləcək. Bu problemlə bağlı həyatda tətbiq olunacaq. Fənlər üstü görürəm və eyni zamanda mən burada fən daxili də görürəm. Məzmun xəttləri arasında əlaqə var burada. Baxın, mətni hazırlayırlar və sonra auditoriya qarşısına təqdim edirlər. Təhsilli ifadələr var burada, elmi faktlar var burada. Yəni mətn hazırlamaqdır, sonra təqdim etməkdir. Fikir verirsiniz, bunlar məzmun xəttləri arasında olan inteqrasiyadır. Deməli, fən daxili də var burada və burada fənlər arası da görürəm mən burada. Plastik tullantıların artmasını müşahidə edirlər. Onlar məsələyə hər kəsin diqqətini cəlb etmək üçün deməli, burada görürük ki, dəyişiklik səndən başlayır devizi altında maarifləndirici çıxış mətni hazırlayırlar. Hazırlıq zamanı elmi faktlardan, insan davranışlarını dəyişməyə təşviq edən təsirli ifadələrdən istifadə edirlər. Fikir verirsiniz, burada həm də bir növ ədəbiyyatın da təsiri var və eyni zamanda təbiətlə bağlı olan nüanslar da var burada. Ətraf mühitlə bağlı olan. Ona görə də biz burada nə görürük? Biz burada həm fən üstü, fənlər arası, həm də fən daxili inteqrasiyanı görmüş oluruq. Cavabımız 4-də E variantı olmuş olacaq. Təzim incəsənət fənninə baxırıq. Şagird bədii naxış hazırlamaq üçün ölçü, simmetriya və təkrarlama prinsiplərindən istifadə edir. Hazırladığı nümunəni müxtəlif materiallarla istifadə etməklə funksional məhsul hazırlayır. Ölçüdür, simmetriyada təkrarlanmadır, yəni digər fənlərlə əlaqələnmə var. Ona görə də biz burada nə görürük? Fənlər arası inteqrasiya görmüş oluruq. 1-də olacaq A variantı. 2-də qeyd olunur ki, şagird məktəbdə tullantıların düzgün çeşidlənməməsi problemini müşahidə edir. Biz burada nə görürük? Biz burada məktəbdə olan, yəni real həyatda olan problem görürük. Həyati bir problem görürük. Həyati situasiya görürük. Düzdür? Deməli, fən üstü var. Fən üstü olmayan variantları çıxaq. A variantı çıxır. Sonra digər variantlarda fən üstü var. Deyir ki, o tullantıları düzgün çeşidlənməsi mövzusunda maarifləndirici afişa hazırlayır. Afişada rəsmlər, simvollar, rənglər, qısa mətnlər vasitəsilə tullantıların hansı qutulara atılmalı olduğunu izah olunur. Və eyni zamanda hazırlanan afişa məktəbin girişinə asılır və şagirdlərin ekoloji davranışına təsir göstərməsini hədəfləyir. Ekoloji davranış. Fikir versinizmi? Bu bir növ ekoloji davranışdır. Ətraf aləmdir, ətraf aləmlə bağlı olan həyati bir situasiyadır. Ona görə biz burada nə görürük? Biz burada görürük ki, fənlər arası inteqrasiya da var burada. Qısa mətn vasitəsilə tullantıların hansı qutulara atılmalı olduğunu izah olunur, mətn hazırlamaqdır. Afişalardır, rəsm, simvollar və eyni zamanda ekoloji davranışlar, ekoloji cəhətdən və burada biz görürük ki, digər fənlə də əlaqələndirir və burada həm fənlər arası və fən üstü inteqrasiya var burada. Çünki biz başqa fənnindən də əlaqələndirilmiş görürük. Həyati bir proses də var burada. Sonra şagirdə müxtəlif həyat vəziyyətlərini təsvir edən real bir səhnə seçməsi tapşırılır. O seçdiyi hissəni ifadə etmək üçün yağlı boyadan istifadə etməklə təsviri sənətin müəyyən bir janrında rəsm çəkir. Sonda isə hazırladığı rəsmin hansı emosional təsiri yaratdığını və istifadə etdiyi vasitələrin bu duyğunu necə istifadə etdiyi obrazlı şəkildə əsaslandırır. Fikir verirsiniz, necə istifadə etdiyini obrazlı şəkildə əsaslandırır. Burada biz ədəbiyyatın da təsirini duyuruq və eyni zamanda eyni fən daxilində təsvir incəsənətdə görürük ki, inteqrasiya var burada, eyni fən daxilində, yəni məzmun xəttləri arasında əlaqəni də görürük və eyni zamanda ədəbiyyatla obrazlı şəkildə əsaslanma, emosional təsir. Fikir versinizmi, bunlar nədir? Bunlar həm də ədəbiyyatla əlaqəli bir situasiyalardır. Ona görə də biz deyirik ki, burada həm fənlər arası inteqrasiya var, həm də fən daxili inteqrasiya, yəni məzmun xəttlərinin əlaqələndirilməsi var burada. Deməli, təsvir incəsənət müəllimləri daha aydın bilmiş olur. Bunları həm fənlər arası, həm də fən daxili inteqrasiya var burada.
Deməli, həm məzmun xəttlərini əlaqələndirdi bu situasiyada, həm də ədəbiyyatla əlaqəli bir situasiya görürük biz burada. Obrazlı şəkildə əsaslandırma, emosional təsir, fikir verirsiniz, burada açıq-aydın duyulur. Musiqi fənninə baxırıq. Üzeyir Hacıbəylinin və Beethovenin bədii üslubunu və emosional ifadə tərzini müqayisə edin. Hansı bəstəkar emosiyanı daha aydın və təsirli şəkildə ifadə etdiyini müəyyənləşdirin. Burada biz ancaq musiqi fənni daxilində deməli məzmun xəttlərinin, musiqi fənni daxilində məzmun xəttlərinin əlaqələndiyini görürük. Ona görə də biz buna deyəcəyik ki, yalnız burada fən daxili inteqrasiya var. Digər fənlə əlaqəli bir situasiya varmı? Xeyr. Həyatla əlaqəli bir situasiya varmı? Xeyr. Bu sadəcə eyni fənnin daxilində olan əlaqələndirmədir. Ona görə də biz buna fən daxili inteqrasiya deyəcəyik. 2-yə baxırıq. Koroğlu dastanından bir parçanı seçin. Deməli, Koroğlu dastanından bir parçanı seçin və operadakı musiqi ilə bu mətnin emosional və ideya yaxınlığını müqayisə edin. Koroğlu dastanından bir parçanı seçin. Koroğlu dastanı harda var? Ədəbiyyatda. Düzdür? Ədəbiyyatda var və bu mətnin emosional və ideya yaxınlığını müqayisə edin. Bəstəkarın ədəbiyyatdakı obrazı necə? Bax, ədəbiyyatdakı obrazı ədəbiyyatla əlaqəlidir. Burada fənlər arası görürük və burada deyir ki, musiqiyə çevrildiyini, bəstəkarın ədəbiyyatdakı obrazı necə musiqiyə çevrildiyini və aşıq musiqisinin hansı üslub və ifadə vasitələrini istifadə etdiyini müəyyənləşdirin. Aşıq musiqisinin hansı üslub və ifadə vasitələrindən istifadə etdiyini müəyyənləşdirin. Burada biz görürük ki, ədəbiyyatla əlaqələndirilibdir. Həyatla əlaqəli bir situasiya görürükmü? Xeyr. B variantı, C variantı və eyni zamanda E variantı gedir. Burada ancaq fən daxili var. Çünki musiqi fənlərinin məzmun xəttləri arasında əlaqə görürük. Eyni zamanda ədəbiyyatla əlaqəli bir situasiya görürük. Bu olur həm fən daxili, həm də fənlər arası. A variantı bizim cavabımızdır. Texnologiya fənninə baxırıq. Evdə istifadə olunan elektrik cihazlarından birinin enerji sərfiyyatını hesablamaq üçün məlumat topla. Bu məlumatlara əsaslanaraq cihazın gündəlik və aylıq enerji sərfini və bunun ailə büdcəsinin təsirini müəyyən et. Baxaq, burada nə görürük? Burada ailə büdcəsini görən kimi və yaxud da evdə istifadə olunan elektrik cihazını görən kimi fənlər üstü götürmürsünüz. Çünki burada hələ tapşırıq verilir. İcra yoxdur. Burada icrası yoxdur tapşırığın. Yəni, reallaşdırılmayıb hələ ki. Ona görə fən üstü götürməyəcəksiniz. Harda ev, məktəb həyəti, məktəb şəraiti, ev, ailə büdcəsi belə sözlər görəndə situasiyanı axıra kimi oxuyun. Tələsməyin fənlər üstü götürməyə. Görün onu icra edirsə, reallaşdırırsa, onda fənlər üstü götürəcəksiniz. Amma burada hələ reallaşdırılmayıbdır. Ona görə fənlər üstü götürə bilmərik. Deməli, enerji sərfiyyatını hesablamaq üçün, hesablamaq deyirsə, burada deməli, enerji sərfiyyatını hesablamaq, bu riyaziyyatla, fizika ilə texnologiya fənninin əlaqələndirilməsidir. Ona görə biz buna deyəcəyik, fənlər arası inteqrasiya var burada. Yalnız fənlər arası inteqrasiya. Mətbəx üçün doğrama lövhəsi hazırlamaq üçün formasını və ölçüsünü seç. Hansı materialdan olacağını müəyyənləşdir. Sadə eskizini çəkib onun 2 üstünlüyünü qeyd et. Fikir verirsiniz, ölçmə var burada, hesablama var burada, hazırlamaq var burada, eskiz çəkmə var burada. Burada nə var müəllimlər? Burada eskiz çəkmədir, ölçməkdir, ölçüsünü seç, materialdan olacağını müəyyənləşdir. Sadə eskizini çəkib onun 2 üstünlüyünü qeyd et. Eskiz çəkmə hardadır? Təsvirincə sənətdə. Təsvirincə sənətlə texnologiya fənni əlaqələnibdir və eyni zamanda burada texnologiya fənni daxilində məzmun xəttlərinin əlaqələnməsini görürük. Düzdür? Məzmun xəttlərinin əlaqələnməsini görürük. Ona görə deyirik burada fən daxili və fənlər arası inteqrasiyadan istifadə olunubdur. Fən daxili və fənlər arası inteqrasiya cavabımız olacaq A variantı. 3-ə baxırıq. Deyir, şagirdlərdən biri sinif otağında stulların bəzilərində boşluq olduğunu görür. Fikir versiniz müəllimləri, sinifdə baş verir və eyni zamanda bu problem necə bir problemdir? Həyati bir problemdir də, düzdür? Real həyatımızda olan, gündəlik həyatımızda olan problemlərdən biridir. Bunu müşahidə edir. O, bu stollardan balaca şagirdlərin də əyləşdikdə yıxıla biləcəyini nəzərə alıb stulları təmir edir. Fikir versiniz, tətbiq edir. Həyatda tətbiqi var burada, fənlər üstü var burada. Və məktəb əşyalarına qarşı
və məktəb əşyalarına qarşı məsuliyyətli davranmağın vacibliyini yoldaşlarına da bildirmək üçün sinif qapılarına bununla bağlı məktəb əşyalarını bizim birgə məsuliyyətimizdir adlı posterlər paylaşır, yapışdırır. Fikir versiniz, posterlər hardadır? İnformatika fənnindədir. Posterlər hazırlamaq informatika fənni ilə əlaqələndiririk. Həm də real həyatı bir problem görürük biz burada. Posterlər real həyat, daha doğrusu biz burada görürük ki, həyatı situasiya var, həyatda bir problem var fənlər üstü. Posteri hazırlamaq da informatikadadır. Deməli, burada fənlər üstü və fənlərarası inteqrasiyadan istifadə olunmuşdur. Gəldik fiziki tərbiyə fənninə. Fiziki tərbiyə fənninin birinci sualında deyir ki, bədənin əyilmə qabiliyyətinin sağlamlığa təsiri haqqında qısa mətni oxuyub, 3 müxtəlif əyilmə hərəkətini düzgün yerinə yetir. Burada nə görəcəyik? Burada fən daxili inteqrasiya var. Burada fizik tərbiyə müəllimləri daha yaxşı bilir. Fiziki tərbiyə fənninin məzmun xəttləri arasında səhv etmirəmsə, nəzəriyyə ilə hərəki bacarıqlar var ki, orada hərəkətlə bağlı olan məzmun xətti var ki, baxın, qısa məlumat oxumaq haqqında, əyilmə qabiliyyəti sağlamlığa təsiri haqqında qısa məlumat oxuyub, bu nəzəri hissədir. 3 müxtəlif əyilmə hərəkətini düzgün yerinə yetirmə, bu da hərəkətlə bağlı olan proseslərdir və bunlar müxtəlif məzmun xəttlərinə aiddir. Ona görə bunu fən daxili inteqrasiyaya götürmüş oluruq. Fən daxili inteqrasiyadan istifadə olunub. İkincidə qeyd olunur ki, 100 metrlik məsafəni 20 saniyəyə qaçdığını nəzərə alaraq sürətini hesabla. Eyni sürətlə 150 metrə nə qədər vaxt lazım olduğunu müəyyən et. Tənəffüs texnikasına əsaslanaraq neçə dəfə nəfəs alacağını təxmin et və bu göstəricilərə uyğun şəxsi sürət güc məşq planı tərtib et. Fikir versiniz müəllimlər, burada nə var? Burada var, deməli, hesablamaqdır, sürəti hesablamaqdır, nə qədər vaxt lazım olduğunu müəyyənləşdirməkdir və burada biz fənlər arası inteqrasiya görürük, riyaziyyatla fiziki tərbiyəni əlaqələndirilibdir və eyni zamanda fənlər arasıdır və burada həm də fizik tərbiyə fənninin daxilində fən daxili inteqrasiyadan, yəni məzmun xəttləri arasında olan inteqrasiyadan istifadə olunmuşdur. Ona görə cavabımız fən daxili və fənlər arası inteqrasiya olacaq. 3-də qeyd olunur ki, son vaxtlar sinif yoldaşlarının dərs zamanı tez yorulduğunu, hərəkətsiz qaldıqlarını və çoxunun qamətində əyilmə müşahidə edən şagird Sağlam Həftə adlı layihə təşkil edir. Sinif yoldaşlarının fiziki vəziyyətini yaxşılaşdırmaq üçün uyğun hərəkətləri seçərək sadə bir məşq planı hazırlayır və onların qidalanma vərdişlərinə, xüsusilə də əzələlərin bərpasını və enerjinin təminini dəstəkləyən zulal, karbohidrat və su qəbulunun düzgün tənzimlənməsinə diqqət çəkir. Fikir versiniz müəllimlər, burada nə var? Burada plan hazırlayacaq, layihə hazırlayacaq, real həyatda tətbiq edəcək, real həyatda reallaşdıracaq. Ona görə fənlər üstü inteqrasiya var burada və biz fiziki tərbiyə dərsinin, yəni fiziki tərbiyə fənninin daxilində məzmun xəttlərinin əlaqələndiyini görürük. Ona görə də biz buna fən daxili inteqrasiyada deyəcəyik, burada var. Eyni zamanda, baxın, burada Sağlam Həftə adlı qamətinin əyilməsidir. Əzəllərin bərpası, zulal, karbohidrat, bu biologiya fənninə aiddir. Biologiya fənninin də situasiyasını görürük biz burada. Biologiya fənni ilə əlaqələndirilibdir. Ona görə deyirik ki, burada həm fənlər arası, həm fən üstü, həm də fən daxili inteqrasiya var. Cavabımız olacaq D variantı.